Yalan danışaraq, mesaj göndərərək, iyiləyərək arıqlayanlar bunu necə bacarır? Amerika Birləşmiş Ştatlarının Michigan ştatında yaşayan bir qadın davamlı şəkildə özünə mən arığam yalanı deyib və sadəcə düşünərək 40 kiloqram arıqlayıb. TikTok fenomeni arıqlamaq üçün seçdiyi bu üsulla beynini aldatdığını və beləliklə çəki atdığını, tətbiq elədiyi bu üsulun dietoloqlar tərəfindən də müsbət reaksiya aldığını deyib. Sən demə, beynimizə ötürdüyümüz informasiya ilə də arıqlamaq mümkündür. Bu cür qeyri-adi arıqlama üsullarından biri də yuxuda arıqlamaqdır. Bu üsulun tərəfdarları iddia eləyirlər ki, bədən piyini ən çox dərin yuxu zamanı yandırır. Buna görə daha çox yatmaqla arıqlamaq mümkündür. Amerikalı müğənni və aktyor Elvis Presley'nin yuxu pəhrizi etdiyi deyilirdi. O daha çox yataraq, daha az yeyib özünü formada saxlayırmış. Təhdəlşüur proqramlaşdırılması, subliminal mesajla da beyinə təsir eləyərək arıqlamağın mümkün olduğu deyilir. Çox aşağı səslə, eşidilməyəcək dərəcədə pozitiv mesajlara qulaq asmaqla beyin şuuraltı təsirə düşür və davranışlarını dəyişməyə başlayır. Güzgü qarşısında özünü arıq kimi vizuallaşdırmaq üsulu da çox vaxt işə yarayır. İnsanlar hər gün müəyyən vaxtlarda güzgünün önünə keçərək özlərini arzuladıkları formada daha arıq, sağlam və enerjili təsəvvür eləyirlər. Məqsəd bu obrazı beyinə həkk eləyib ona uyğunlaşmaqdır. Buz çeynəmək. Bəzi insanlar ac qalmaq yerinə buz çeynəməyi seçirlər. Buzun kalori dəyəri yoxdur və üstəlik çeynəmək yemək istəyini azaldır. Amma bədənin buzu isitmək üçün sərf elədiyi kalori sağlamlıq baxımından o qədər də tövsiyə olunmur. Qoxu terapiyası. Bəzi araşdırmalara görə vanil, nanə və alma qoxuları iştahı azalda bilər. Bu səbəbdən bəzi insanlar ac olduqları zaman bu qoxuları iyləməklə iştahlarını korlayırlar. Virtual reallığa inanıb arıqlamaq. Bəzi proqramlar istifadəçilərə virtual reallıq vasitəsilə idman təcrübəsi yaşadır və motivasiyalarını artırır. İnsanların arıqlamış halını göstərməklə artıq çəkidən azad olmaq üçün ruhlandırır. Görünən odur ki, düşüncələr sayəsində üzə çıxan bacarıqlarla inanılmaz olanları reallaşdırmaq mümkündür.